Ona görə yarı acıq ki, deyirik Qarabağ tikirik. Qarabağ tikirik, yoxsa yeni korrupsionerlər yetişdiririk? Yoxsa yeni belə deyək, oliqarxlar, yeni qudurğan məmur oliqarx balaları yetişdiririk? Düzdür, Ləman xanım, sual olar. Ya bu telefonun qiyməti, bazar qiyməti, məsəl üçün də 1000 manatdırsa, bundan sən 1100 yazıb 100 manat yeyərsən da. Da bu 1000 manatdırsa, buna 13.000 yaza bilməzsən axı. Bu xalqın cibindən çıxır axı. Bu yetimin, o kasıbın, qazinin, o veteranın, şəhid ailəsinin boğazından çıxır axı. Qardaş, bu necə yeyə bilirsiniz bu pulları? Necə? Ora boyda şəhidlər qanı tökülüb, necə yeyə bilirsiniz? Ayıb deyil, ölənlərinizə. Bir dəfə baxın, Qarabağ təzə azad olunmuşdu torpaqlarınızda. Bir dənə, bax, bir cümlə yazmışdı. O cümlədən adi bir vətəndaş bilmir. Cümlədən o qədər səmimiyyət, o qədər o içdənlik yazdı ki, Qarabağda da rüşvət yeyənin burnundan gəlsin gələcəkdə. Yeyən olacaqsa inanmırdı o.